Şəhərin mərkəzində 28 may metrosunun yaxınlığında 4 otaqlı, yeni təmirdən çıxmış bir mənzil təqdim etmək istəyirəm sizə. Bura mənzilin dəhlizidir. Qeyd edim ki, mənzildə təmirdən sonra yaşayış olmayıb. Bura isə mənzilin mətbəxidir. Gördüyünüz kimi mətbəxdə bütün mebel təchizatı və texnika quraşdırılıb. Qeyd edim ki, mətbəx və evin dəhlizi isti döşəmədir. Eyni zamanda mətbəxin qarşısında geniş eyvanı var. Və dəhlizdə belə bir camaşırxana, ümumi sanitar qovşaq və əlavə 3 yataq otağı. İndi isə sizi mənzilin qonaq otağı ilə istəyirəm tanış edim. Daha sonra yataq otaqları ilə bərabər tanış olacağıq. Bura mənzilin qonaq otağıdır. Təqribən 55 kvadrat metrə yaxın qonaq otağının ümumi sahəsi var. İki tərəfdən vitraj pəncərə ilə şəhərə gözəl mənzərəyə malikdir. Bir daha qeyd edim, ev 195 kvadrat metr sahəni əhatə edir. Ümumilikdə 4 otaqdan ibarətdir. Tanış olduğu mətbəx, geniş qonaq otağı, 2 yataq otağı və əlavə 3-cü yataq otaqla sizi tanış etmək istəyirəm. Hansı ki, bura valideynlər üçün nəzərdə tutulub. Yataq otağının daxilində geniş qardirob və sanitar qovşağı var. Və beləliklə, şəhərin tam mərkəzində 28 may metrosu Azadlıq prospektində yerləşən bu möhtəşəm mənzillə tanış oldunuz. Bütün sənədləri qaydasındadır. 195 kvadrat metr 4 otaqlıdır. Daha ətraflı məlumat üçün aşağıda göstərilən əlaqə nömrəsinə zəng vura bilərsiniz.